İzləyicilərə belə bir sualım var. Gəliriniz 2 dəfə artsa, amma ətrafınızdakı insanların gəliri 3 dəfə artsa, siz özünüzü daha xoşbəxt hiss edərdinizmi? Cavablarınızı gözləyirəm. İndi keçin mövzuma. Gəliriniz 2 dəfə artsa, xoşbəxtliyiniz də 2 dəfə artarmı? Bu çox maraqlı və müzakirə olunan bir mövzudur. Bəs bütün ölkə zənginləşsə, insanlar avtomatik olaraq daha xoşbəxt olurmu? İqtisadiyyatda buna fərqli yanaşma ilə cavab verən bir anlayış var. Easterlin paradoks. İqtisadçı Richard Easterlin belə bir nəticəyə gəlmişdi ki, eyni ölkədə daha yüksək gəlirli insanlar adətən aşağı gəlirli insanlardan daha çox xoşbəxt olduğunu bildirirlər. Amma ölkənin gəliri uzun müddət ərzində artdıkca, cəmiyyətin orta xoşbəxtlik səviyyəsi həmişə eyni sürətlə yüksəlmir. Niyə? Birinci səbəb budur ki, insanlar yeni gəlir səviyyəsinə zamanla uyğunlaşırlar. Dünən böyük uğur kimi görünən gəliriniz indi sizin üçün adi həyat səviyyəsinə çevrilir. İkinci səbəb isə müqayisədir və insanların ən böyük bəlasıdır deyərəm. İnsanlar yalnız nə qədər qazandıqlarına deyil, ətrafındakı insanlarla müqayisədə harada olduqlarına baxırlar. Bu müqayisə dediyim kimi müasir insanın əsas bəlasıdır. Amma bu paradoks pul xoşbəxtlik yaratmır demək deyil. Gəlirlər xüsusilə əsas ehtiyacların, təhlükəsizliyin, səhiyyə və təhsilin təmin edilməsində çox vacib faktordur. Və bundan əlavə araşdırmalarda gəlirlə həyat məmnuniyyəti arasında müsbət əlaqənin olduğunu görülüb. Buna görə də Easterlin paradoksu iqtisadi ədəbiyyatda hələ də müzakirə olunur. Əsas fikir isə budur. Ölkənin zənginləşməsi insanların həyatını yaxşılaşdıra bilər, bəli. Amma xoşbəxtlik yalnız gəlirdən ibarət deyil.